Salam uşaqlar, axşamınız xeyir olsun. Bildiyiniz kimi 12 oktyabr, yəni bazar günü Güvən Nəşriyyatın ilk sınaq imtahanı olacaq. Bu videonu da sizlərə dəstək məqsədli üçün çəkirəm. Belə deyək, deməli bu sınaq keçən ilin Güvən Nəşriyyatının keçirdiyi sınaq imtahanı 1-dir. Məsləhət görərəm ki, video izaha, bu sınavın izahına baxın, qeydlərinizi götürün və bildiyimiz kimi ilk 3 mövzudan deməli sual düşəcək. Düz xətti bərabər sürətli, bərabər təcilli hərəkət, çevrə üzrə bərabər sürətli hərəkət və Newton qanunları. Belə də şagirdlər vaxt itirmədən keçən sualların izahına. Deməli, birinci sualda bizə deyir ki, AB trayektoriyası üzrə A nöqtəsindən B nöqtəsinə hərəkət edən cismin yer dəyişməsinin X və Y oxları üzrə proyeksiyalarını hesablayın. Gördüyümüz kimi bu cisim bu A nöqtəsindən B nöqtəsinə gəlib. Əgər bu cismin yer dəyişməsinin mən X oxu üzrə qiymətini tapmaq istəyirəmsə, X oxu üzrə son koordinatdan başlanğıc koordinatı çıxmalıyam. Baxıram ki, A nöqtəsini, bax bu A-dan hərəkətə başlayıb. Baxıram ki, bunun X oxu üzrə başlanğıc koordinatı nə qədərdir? -3-dür, düzdürmü? Qeyd eləyək kənarda. Deməli, x0-ımız -3 metrdir. Və ən sonda B-dədir, B nöqtəsindədir və baxıram ki, X oxu üzrə son koordinatı 10-a bərabərdir. X bərabərdir 10 metr. Əgər mən yer dəyişmənin X oxu üzrə qiymətini tapacamsa, son koordinatdan başlanğıc koordinata çıxıram. Son koordinatımız 10-dur, çıxılsın başlanğıc koordinatımız -3-dür. Bu bizə verəcəkdir 13 metri. Və yer dəyişmənin Y oxu üzrə deməli, proyeksiyasını hesablayacamsa mən Y oxu üzrə son koordinatdan başlanğıc koordinatını eləməliyəm, çıxmalıyam. İndi gəlin baxağın sırf deməli Y oxuna. Baxıram ki, bu A-dan hərəkətə başlamışdı. Başlanğıc koordinatı Y oxu üzrə -2-yə bərabərdir. Buradan qeyd eləyək. Y0-ımız -2 metr və sonda B nöqtəsindədir və Y oxu üzrə son qiyməti nəyə bərabərdir? 3-ə bərabərdir. Y bərabərdir 3 metr. Yenə də Y-dan Y0-ı çıxırıq. 3 çıxılsın -2 bizə verəcəkdir 5 metr. Deməli, yer dəyişmənin X oxu üzrə proyeksiyası 13, Y oxu üzrə proyeksiyası isə 5 metrdir. Doğru cavabımız D variantı. 32 nömrəli sual. Sükunət vəziyyətindən düz xətti bərabər təcilli hərəkətə başlayan avtomobil 3-cü saniyədə 15 metr yol gedir. Bu avtomobilin ilk 5 saniyədə getdiyi yolu hesablayın. Deməli, şagirdlər bu sualda diqqətli olmaq lazımdır. Bizə deyir ki, sükunət vəziyyətindən hərəkətə başlayıb, yəni bunun başlanğıc sürəti nədir? 0-dır. Fikir versinizsə, 3-cü saniyədə getdiyi yolu verib. Yəni, n-ci saniyədə gedilən yol düsturuna görə hesablayacaq bu məsələni. N-ci saniyədə gedilən yol düsturu necə idi? V0-0-dırsa, A bölünsün 2 vurulsun 2m-1'dir. İlk öncə bu ifadədən istifadə eləyib biz nə etməliyik? Təcili tapmalıyıq. Deməli bu 15 metr yol gedib bərabərdir. A bölünsün 2 vurulsun 2 vurulsun 3-cü saniyə dediyinə görə n-i 3 götürürəm, çıxılsın 1. Buradan deməli biz alırıq ki 5A bölünsün 2 nəyə bərabərdir? 15-ə bərabərdir. Buradan da təcili tapanda nə olur? 6 metr böl saniyə kvadratı olur. Artıq biz təcili biləndən sonra 5 saniyədə gedilən yolu tapa bilərik. Çünki sükunət vəziyyətindən hərəkətə başlayan bir cismin getdiyi yol AT kvadratı bölünsün 2 düsturu ilə təyin olunur. Təcilimiz 6-dır. Zaman 5 kvadratı 25 bölünsün 2. Buradan deməli cismin 5 saniyədə getdiyi yol 75 metrə bərabər olacaqdır. Doğru cavabımız C variantı. Üçüncü sualımız. X oxu boyunca düz xətli bərabər təcilli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafik verilib. 9-cu saniyənin sonunda bu cismin sürətinin modulunu hesablayın. Deməli, şagirdlər bu məsələni həll etmək üçün biz nə etməliyik? Baxırıq ki, cismin başlanğıc sürəti nə qədərdir? 30-dur. Yəni, bu cismin başlanğıcda sürəti olub 30 metr bölünsün saniyə. Baxıram ki, 3 saniyə sonra cismin sürəti olub 12. Yəni, son sürəti
12 metr bölünsün saniyədir. Neçə saniyə olub bu dedik? 3 saniyə sonra olub. Artıq mən təcili tapa bilərəm də, düzdürmü? Çünki başlanğıc sürəti bilirəm, son sürəti bilirəm, zamanı bilirəm. Gəlin onda ilk öncə təcili tapaq. A bərabərdir V minus V0 bölünsün T. Deməli, son sürətimiz 12, çıxılsın başlanğıc sürətimiz 30, bölünsün zaman 3. Buradan nə alırıq? Mənfi 6 metr bölünsün saniyə kvadrat alırıq. Bu nədir? Təcilin proyeksiyasıdır. Aha, təcili tapandan sonra bu bərabər təcilli hərəkətdir də, bütün hərəkət müddəticə bunun təcili dəyişməyəcək. Bizim son sürət tənliyimiz necədir? V bərabərdir V0 üstə gəlinsin AT-dir. Və təcili mənfi olduğuna görə bu ifadə necə olacaq onda? V bərabərdir V0-ımız 30 üzərinə gəlinsin. Təcilimiz mənfi 6 vurulsun. Zaman neçə saniyə zaman keçib ümumi? 9 saniyə zaman keçib. Buradan V bərabərdir 30 minus deməli olacaqdır 54. Cavabımız olur mənfi 24 metr bölünsün saniyə. Amma bizdən nəyi soruşur? Sürətin modulunu soruşur. Onda cavabımız olacaqdır müsbət 24 metr bölü saniyə. 34 nömrəli sual. Düzxətli hərəkət edən iki cismin hərəkət tənlikləri uyğun olaraq x1 bərabərdir 60 minus 4t və x2 bərabərdir 6t plus 10 şəklindədir. İkinci cisim ilə görüşənə qədər birinci cismin getdiyi yolu hesablayın. Uşaqlar, bizim görüş şərtimiz nə idi? Görüş şərtimiz o idi ki, koordinatlar neynəsin? Bərabərləşsin. Gəlin biz koordinatları bərabərləşdirək və görək bu cisimlər neçə saniyə sonra görüşüblər. Onda mən 60 minus 4t-ni bərabər eləyirəm 6t plus 10-a. Buradan məlumları və məchulları hərəsini bir tərəfə keçirsək, deməli buradan 10t bərabər olacaqdır 50-yə, t də alınır 5 saniyə. Deməli bu cisimlər 5 saniyə sonra nə edirlər? Görüşürlər. Artıq biz görüş müddətini bilirik və mənə də deyir ki, ikinci cisim ilə görüşənə qədər birinci cismin getdiyi yolu hesabla. Aha, deməli hərəkət necə hərəkətdir hər ikisi? Düzxətli bərabər sürətli hərəkətdir. Nədən bilirəm? Koordinat tənliklərindən. Çünki x bərabər x0 üstə gəl vt tənliyi düzxətli bərabər sürətli hərəkətə aid tənlikdir. Aha, deməli düzxətli bərabər sürətli hərəkətdə gedilən yol necə tapılır? V vurulsun T düsturu ilə tapılır. İkinci cismin mən əgər getdiyi yolu tapacağımsa, ikinci cismin sürətini zamana vurmalıyam. Buradan ikinci cismin sürəti nə qədərdir? Daha doğrusu birinci cismin getdiyi yolu soruşur bizdən. Üzrlü sayın, mən S2 yazdım. Deməli bizdən birinci cismin getdiyi yolu soruşur. Bərabərdir. Birinci cismin sürəti nə qədərdir? Sürət bu tənlikdə gördüyümüz kimi T-nin qarşısındakidir. Burada da T-nin qarşısında 4 var. Deməli, birinci cismin sürəti 4 metr bölünsün saniyədir. Gətirib yerinə yazsaq, sürətimiz 4. 5 saniyə sonra görüşmüşdülər. Deməli, 4 vurulsun 5-dən 20 metr. Birinci cisim 20 metr yol gedər. Əgər bizə desəydi ki, ikinci cismin getdiyi yolu tap, onda biz V2 vurulsun T yazardıq. İkinci cismin sürəti T-nin qarşısındakı 6-dır. 6 vurulsun 5-dən İkinci cisim isə 30 metr yol gedərdi. Növbəti sualımız 35 nömrəli sual. Deyir, cismin getdiyi yolun zamandan asılılıq qrafiki parabola verilib. Bu cismin sürətinin modulunun zamandan asılılıq qrafiki hansıdır? Deməli uşaqlar, baxın bizə verilən bu qrafikə baxanda görürük ki, hərəkət necə hərəkətdir? Hərəkət x oxu istiqamətində bərabər yavaşlayan hərəkətdir, düzdürmü? Bərabər yavaşlayan. Deməli, biz əslində variantlar arasında bunu axtarırıq. Yəni, buna görə təyin elədik ki, hərəkət x oxu istiqamətində bərabər yavaşlayandır. Bu dediyimizi variantlar arasında axtarsaq, gördüyümüz kimi x oxu istiqamətdə yavaşlayan hərəkət Y variantında verilmişdir. 36 nömrəli sual. Deyir, minik avtomobili 20 metr böl saniyə sürətlə düzxətli bərabər sürətlə hərəkət edir. Deməli, qeyd eləyək, sürətimiz 20 metr bölünsün saniyədir. Avtomobilin təkərinin radiusu 40 cm. Metrə çevirsək, olacaqdır deməli 0,4 metr. Deyir ki, onun 6 saniyə ərzində
T bərabərdir 6 saniyə ərzində. Neçə dövr etdiyini hesabla. P-nin qiyməti 3, dövr sayını bizdən soruşur. Uşaqlar, baxın, gəlin bir xatırlatma eləyək. Düsturumuzu necə çıxara bilərik? Əgər yadınıza düşmürsə düstur, xətti sürətin düsturunu yazaq. V bərabərdir L bölünsün T idi, düzdürmü? Buradan nəyi əvəz eləyirdik? Gətirirdik L-in yerinə 2pi R yazırdıq. Zamanın yerinə isə periyod yazırdıq, düzdürmü? Aha, indi birbaşa belə də elə bilərsiniz. Gəlin elə buradan periyodu tapaq. Periyodu tapandan sonra olur 2pi R bölünsün V. Yerinə qoyaq qiymətləri. 2 vurulsun. Pi-nin qiyməti 3-dür. R-in qiyməti 0,4-dür. Bölünsün. V-nin də qiyməti nədir? 20-dir. Buradan deməli biz 20 ilə 2 getsə 10 qalar. 3-ü 0,4-ə vursam 1,2. 1,2-ni də deməli 10-a bölsəm nə olacaq? 0,12 saniyə olacaqdır. Bizdən isə dövr sayını soruşur. Periyodun düsturu necədir? Böyük T bərabərdir. Kiçik T bölünsün N-dir. Biz buradan dövr sayını tapsaq olacaqdır. Kiçik T bölünsün böyük T. Kiçik T-nimiz 6-dır. Bölünsün periyodumuz isə 0,12-dir. Gəlin sürət və məxrəci 100-ə vuraq. 100-ə vursam yuxarıda 600 olar. Aşağıda isə 12 olar. Buradan da nə alırıq? 50 dövr alırıq. Doğru cavabımız C variantı. 37 nömrəli sual. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində mərkəzə qaçma təcilinin bucaq sürətindən asıllıq diaqramı verilib. Hansı nöqtə xətti sürətin ən kiçik qiymətinə uyğundur? Bu tip suallardan uşaqlar 100%, yəni bazar günkü imtahanda yenə düşəcək. Bax, bu sualları necə həll edirik? Diqqətlə qulaq asın. Deməli, əlimdə hansı kəmiyyətlər var? Təcil var, qeyd elədim. Düzdürmü? Bucaq sürəti var, bunu da qeyd elədim. Bizdən də xətti sürətin ən kiçik qiymətini soruşur. Bir də əlimdə nə var? Xətti sürət var. Düşünürəm ki, bunları birləşdirən mən hansı düsturu tanıyıram? Əlbəttə ki, bu A bərabərdir, omega V düsturudur. Buradan V-ni tapmış olsaq, V bərabərdir A bölünsün omega olacaqdır. Görürəm ki, xətti sürət təcillə düz, bucaq sürəti ilə tərs asıldır. Deməli, məndən xətti sürətin ən kiçik qiymətini istəyirsə, sürətin kiçik olması üçün təcili kiçik olmalıdır. Təcilin kiçik qiymətləri sıfıra yaxın olan nöqtələrdir. O da 1 ilə 4-dür. Və sürətin kiçik olması üçün bucaq sürəti böyük olmalıdır. Çünki tərs asıldır. Bucaq sürətin böyük qiymətləri isə sıfırdan uzaqda olan nöqtələrdir. Bu çəkdiyimiz xətlər hansı nöqtədə kəsişdirsə, o doğru cavabdır. 38 nömrəli sual. Qayışlı ötürmə ilə fırlanan disklərin üzərindəki A nöqtəsinin B nöqtəsinə nəzərən sürəti 3,6 metr/saniyədir. Deməli, şagirdlər, bizdə A-nın B-yə nəzərən sürətini nə verib? 3,6 metr/saniyə verib. Deyir, radiusu 30 santimetr olan diskin bucaq sürətini hesabla. Baxın, 30 santimetr olan bu birinci diskidir də, A diskidir. Bax, bunun bucaq sürətini soruşur. Onda mən nə yazaram bura? Bax, belə deyək. Mən düşünürəm ki, bunun bucaq sürətini necə tapa bilərəm? Mənə sürət də verib. Onda mən V bərabərdir omega R düsturuna görə bunu tapa bilərəm. Birinci diskin, yəni R1, radiusu R1 olan diskin bucaq sürətini soruşursa, mən buraya yazmalıyam V1. Gəlin istəsəniz bunu A ilə yazağın, çünki burada A-nın B-yə nəzərən sürəti verib. Buna VA yazaq. Bərabərdir omega, deməli A vurulsun RA şəklində yazmalıyam. Bu düstur elə bil ki, birinci disk üçün tətbiq edirəm. Deməli, mən A diskinin bucaq sürətini tapmaq üçün nə etməliyəm? A nöqtəsinin sürətini bölməliyəm A diskinin radiusuna. İndi mənə A diskinin, yəni R1-i verib. Nəyə ehtiyacım var? A nöqtəsinin sürətinə ehtiyacım var. Bunu isə, baxın, burada yazdığımız, baxın, bu ifadədən istifadə edərək tapacağıq. Fikir verirsinizsə bu istiqamətdə fırlanır. Belə fırlanırsa, gəlib A nöqtəsində sürət yuxarı doğru yönəlməlidir. Bu oldu A-nın sürəti. Gəlib bura B nöqtəsinə çatanda da sürət çevrəyə toxunan olaraq aşağı yönəlməlidir. Bu da oldu B-nin sürəti. Baxıram ki, sürət vektorları əks yönəlib. Biz
əks istiqamətli hərəkətdə nisbi sürəti tapanda nə edirdik? Toplayırdıq. Yəni A-nın B-yə nəzərən sürəti A-nın sürəti üstəgəl B-nin sürətinə bərabər olacaq. Dediyim kimi bunlar əks yönəldiyinə görə. Bunu da bizə nə verib? 3,6 verib. Digər tərəfdən şagirdlər, biz qayışlı ötürmədə hansı qaydanı bilirik? Kənar nöqtələrin xətti sürətləri nədir? Bərabərdir. Onda mən VB-nin yerinə gətirib VA yaza bilərəm. VB-nin yerinə, yəni burada VA yazsam, VA plus VA, 2 dənə VA bərabər olur 3,6-ya. Deməli, buradan A nöqtəsinin sürəti nə qədərdir? 1,8 metr böl saniyədir. Gətirib həmən qiyməti burada nəzərə alsaq, A-nın sürəti 1,8, A diskinin radiusu 30 cm-dir, metrə də çevirsəm 0,3. Buradan deməli, bucaq sürətimiz 6 radian bölünsün saniyə alınacaqdır. Doğru cavabımız A variantı. 39 nömrəli sual. Deyir, saatın saat əqrəbi hansı zaman müddətində 0,5 dövr edər? Deməli, bizə dövr sani verib ki, 0,5-dir. Deyir ki, saatın saat əqrəbi. Biz də bilirik ki, saatın saat əqrəbinin dövr etmə periodu nə qədərdir? 12 saatdır. Deyir, hansı zaman müddətində? Yəni, bizdən zamanı soruşur. Bu da periyodun düsturundan tapa bilərik. Periyodun düsturu böyük T bərabərdir. Kiçik T bölünsün N'dir. Mən buradan zamanı tapsam olacaqdır. T vurulsun N. Periyodumuz 12'dir. Vuram onu 0,5'ə. 12 saat da 0,5'ə vuranda nə olacaqdır? 6 saat olacaqdır. Doğru cavabımız B variantı. 40 nömrəli sual. Çevrə özə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Uşaqlar, fikir verirsinizmi? Bütün variantlarda V var. Deməli, bizim düsturumuzda sürət olmalıdır. Düzdürmü? İndi düşünməliyik ki, təcilin hansı düsturu var ki, orada sürət olsun və başqa bir kəmiyyəti aça bilək. Bu, A bərabərdir, omega V düsturudur. Buradan da biz omeganın yerinə fikir verirsinizmi? Tezliklə, bütün variantlarda tezlik də var. Onda mən omeganın yerinə 2πn yazaram, vurulsun V şəklində olar. Doğru cavabımız Y variantı. 41 nömrəli sual. Çevrə özə bərabər sürətli hərəkətdə dövr etmə periyodunun sabit qiymətində radius vektorun dönmə bucağının zamanı nasıl qrafik hansıdır? Fikir verirsinizmi? Dövr etmə periyodunun sabit qiymətindədir. Yəni bizim periyodumuz sabitdir. Onda mən nə edərəm? Bucaq sürətinin omega bərabərdir fi bölünsün T düsturunu yazıram. Buradan mən dönmə bucağını tapsam, fi bərabərdir omega vur T olacaqdır. Omeganın da yerinə periyod olan düsturunu yazmalıyım. Çünki bizə periyodu sabit verib. Yazıram ki, 2pi bölünsün T, vurulsun balaca T. Bu 2pi ilə işimiz yox, sabitdir. Bizə dövr etmə periyodunda sabit olduğunu deyir. Onda gördüyümüz kimi burada dönmə bucağı zamanla necə asıldır? Düz mütənasib şəkildə asıldır. Doğru cavabımız B variantı. 42 nömrəli sual. Cisim A nöqtəsindən çevrə boyunca hərəkətə başlayır. Bu cisim 1, 2 və 3 nöqtələrində olduqda onun A nöqtəsinə nəzərən yer dəyişmələrinin modullar arasındakı hansı münasibət doğrudur? Deməli, uşaqlar bizdən yer dəyişmənin modullar arasındakı münasibəti soruşur dedik. Cisim də A nöqtəsindən hərəkətə başlayır. Tutaq ki, cisim 1 nöqtəsindədir. A-dan başladı, gəldi 1-ə. Yer dəyişmə nədir? Yer dəyişmə cismin başlanğıcla sonunu birləşdirən istiqamətlənmiş düz xətt parçasının uzunluğudur. Yəni bu gəldi bura. Düzdürmü? Aha. Sonra A-dan gəlib 2-yə, sonra da A-dan gəlib 3-ə. Buradan məsafələri müqayisə eləyəndə mən görürəm ki, S1 ilə S3 nədir? Bərabərdir. Çünki A nöqtəsindən 1-ə qədər və A nöqtəsindən 3-ə qədər olan məsafələr bərabərdir. Ona görə belə çıxır ki, S1 ilə S3 ilə necə olacaq? Bərabər olacaq. Amma A-nın 2-yə qədər məsafəsi digərlərindən böyük olduğuna görə 2-nin yer dəyişməsi 1 ilə 3-ün yer dəyişmələrinin bərabərindən böyük olmalıdır. Yəni 2 ilə 3 bərabər 1-dən kiçik. Daha doğrusu 2-dən kiçik. Hansı variant olar? 1 ilə 3 bərabər 2-dən kiçik. Doğru cavabımız Y variantı. 43 nömrəli sual. Deyir ki,
Cismə tətbiq edilmiş F1 və F2 qüvvələrinin əvəzləyicisinin ən kiçik qiyməti 80 Newtondur. F1 bərabərdir, buradan qeyd edək bunu, F1 bərabərdir, F2 bölünsün 5 olarsa, F1 qüvvəsinin modulunu hesabla. Gəlin sadəlik olsun deyə, biz buradan F2-ni tapaq. F2-ni tapanda olur nə? 5 dənə F1. Və bu şərti diqqətdə saxlayaq. İndi məndənsə F1-i soruşur. Fikir verirsinizmi? Deyir, bu iki qüvvənin əvəzləyicisinin ən kiçik qiyməti. Əvəzləyici qüvvə nə zaman ən kiçik ola bilər? Gərək qüvvələr neynəsin? Çıxılsın. Çünki çıxılanda kiçik qiymət alar, toplananda böyük qiymət olar. Burada da əvəzləyici qüvvənin ən kiçik qiyməti 80-dırsa, deməli bu qüvvələr neyniyib? Çıxılıb. İndi mən baxanla bilirəm ki, F1 F2-dən böyükdür. Nədən bilirəm bunu? Daha doğrusu bir dəqiqə. F2 F1-dən nədir? Böyükdür. Çünki fikir verin, F1 F2-dən 5 dəfə kiçikdir. Yəni F2 5 F1-ə bərabərdirsə, görürəm ki, F2 F1-dən nədir? Böyükdür. Onda biz iki qüvvənin əvəzləyicisini tapıramsa, yəni əvəzləyici qüvvənin ən kiçik olması üçün qüvvələr çıxılmalı idi. Onun üçün mən F2-dən F1-i çıxıram və deyir ki, bu nəyə bərabərdir? 80-a bərabərdir. Gətirib onda burada F2-nin yerinə mən 5 dənə F1 yazsam, 5 F1 minus F1 bərabərdir 80-a. Buradan 4 dənə F1 bərabərdir 80-a. F1 nə alınacaqdır? 20 Newton alınacaqdır. Doğru cavabımız B variantı. 44 nömrə sual. Hansı cihazlardan istifadə edərək cismin təcilini müəyyən etmək olar? Baxanla əslində cavab görsənir, amma yadınıza düşmürsə, biz A bərabərdir F bölünsün M düsturuna görə baxa bilərik. Gördüyümüz kimi təcilin düsturunda nə var? Qüvvə var. Qüvvəni nə ilə ölçərəm? Dinamometrlə ölçərəm, düzdürmü? Ölçərəm. Kütləni nə ilə ölçərəm? Tərəzi ilə. Belə çıxır ki, biz təcili tərəzi və dinamometrlə ölçə bilərik. Doğru cavablarımız 1 və 3 B variantı. 45 nömrə sual. Maddi nöqtəyə tətbiq olunmuş 3 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Deməli uşaqlar, bizdən bu 3 qüvvənin əvəzləyicisini soruşur. F1 üstə gəlinsin, F2 üstə gəlinsin, F3 yazıram. Amma bunu qətiyyən toplamırsınız. Fikir verir uşaqlar, bu F1 ilə F2-nin əvəzləyicisi, yəni bax tutaq ki, 2 dənə belə bir qüvvə vektorları verir, düzdürmü? Bu qüvvə 2 vektorun əvəzləyicisini tap desəm nə deyərsiniz? Deyərsiniz, müəllim, bu koordinat başlanğıcı, elə bil ki, bu vektorların kəsişmə nöqtəsindən çıxan diaqonaldır da əvəzləyici qüvvə, düzdürmü? Aha, onda belə çıxır ki, bizə F1 ilə F3-ün əvəzləyicisi nəyi verməlidir? F2-ni verməlidir. Düzdürmü? Belə çıxır ki, F1 ilə F3-ün əvəzləyicisi bizə verəcək F2-ni. Onda burada nə alıram? 2 dənə F2 alıram. İndi mənim üçün burada əsas məsələ F2-ni tapmaqdır. Bunu isə necə taparım? Baxın, hər bölgü 4-dür. F1 neçə bölgüdür? 1, 2, 3 bölgüdür. Hər bölgü 4-dürsə, onda bura nə olacaq? Bura olacaqdır 12 Newton. Burada 1, 2, 3, 4 bölgüdür. Hər bölgü 4-dürsə, vuranda olacaqdır 16 Newton. Aha, indi belə bir şey düşünün, baxın. Elə bil ki, bir qüvvə vektoru yuxarı yönəlib qiyməti 12 Newtondur. Bir dənə də qüvvə vektoru sağa tərəf yönəlib 16 Newtondur. Bunlar da bir-birinə perpendikulyar yönəliblər. Bu ikisinin əvəzləyicisi bizə nəyi verər? Kökün altında 12-nin kvadratı, üstə gəlsin 16-nın kvadratı. Yəni, kökdə 400, o da olacaq 20 Newton. Deməli, bizdə bu F2 nəyə bərabər imiş? 20 Newtona bərabər imiş. Əvəzləyici qüvvə isə dedik, 2 dənə F2-yə bərabərdir. Onda 2 vurulsun, F2-miz də 20, cavab olacaqdır 40 Newton. Doğru cavabımız Y variantı. 46 nömrə sual. Mayenin həcminin kütləsini asılıq qrafikinə əsasən onun sıxlığını hesablayın. Sıxlıq, baxın uşaqlar, verilən qrafikə görə baxanda görürəm ki, həcmin qiyməti nə qədərdir? 20 millilitrdir. Deməli, həcmimiz 20 millilitrdir. Bu nöqtəyə uyğun kütləmiz nə qədərdir?
Kütləmiz isə 16 qramdır. 16 qram. Bizdən nəyə soruşur? Sıxlığı soruşur uşaqlar. Sıxlığın düsturu nədir? Sıxlığın düsturu rho bərabərdir. M bölünsün V-dir. Buradan uşaqlar hesablama aparsaq, indi fikir versinizsə cavabı qram böl kub santimetrdən istəyir. İndi burada bir şey var ki, qram qalsın, biz millilitrdən kub santimetrə keçməli uşaqlar. Yəni bizim 1 millilitrimiz 1 kub santimetrdir. Elə onda bizim 20 millilitrimiz də nə qədər olacaqdır? 20 kub santimetr olacaqdır. Gətirib burada nəzərə alsaq, kütləmiz 16 qramdır. Bölünsün həcmimiz isə 20 kub santimetrdir. İxtisarlarımızı eləsək 4-ə ixtisar eləsəm 4 bölünsün deməli 5 qalır. O da nəyə verəcək? 0,8 qram bölünsün kub santimetri verəcəkdir. Doğru cavabımız C variantı. 47 nömrəli sual. Düzxətli bərabər yavaşlayan hərəkət edən verilmiş kütləli cismə təsir edən qüvvələrin əvəzləyicisinin zamanı asıq qrafiki hansıdır? Uşaqlar, əvəzləyici qüvvə nədir? Əvəzləyici qüvvə MA-ya bərabərdir. Bizə deyir ki, bərabər yavaşlayan. Bərabər yavaşlayandır, bərabər yeyinləşən hərəkətdir. Hansı hərəkətin növüdür? Bərabər təcilli hərəkətin növüdür. Yəni burada bizim bu təcilimiz dəyişmədi. Və bizə deyir ki, verilmiş kütləli. Verilmiş kütləli nə deməkdir? Yəni cismin kütləsi də dəyişmir. Onda bu hasildə nə etməz? Dəyişməz. Yəni qüvvə də burada dəyişməyəcəkdir. Doğru cavabımız A variantıdır. D variantı nə vaxt olardı? Bərabər sürətli hərəkətdə. Çünki düzxətli bərabər sürətli hərəkətdə təcil də, əvəzləyici qüvvə də sıfıra bərabər olur. Yəni əgər V bərabərdir konstant olsaydı, yəni hərəkət düzxətli bərabər sürətli hərəkət olsaydı, onda təcil də sıfır olardı. Əvəzləyici qüvvə də 0 olardı. 48 nömrəli sual. Qarşı-qarşıya hərəkət edən iki polad kürəcik mütləq elastiki toqquşur. Qarşılıqlı təsir nəticəsində kürələrin aldıqları təcillərin A2 bölü A1 nisbətini soruşur. Uşaqlar, qarşılıqlı təsir nə deməkdir? Qarşılıqlı təsir o deməkdir ki, bunlar bir-birlərinə eyni qüvvələrlə təsir edirlər. Yəni F bərabərdir konstant. Onda mən F bərabərdir MA düsturunu yazsam, buradan təcili tapmış olsaq, olacaqdır F bölünsün M. Buradan da F bölünsün M-i də açıram yerinə, rho V yazıram. Deməli, bura iki polad kürəcikdir. Yəni bunların sıxlığı dəyişməz, bu konstantdır. Həmçinin qarşılıqlı təsir deyir. Qarşılıqlı təsir dedisə dedik ki, bu da nədir? Baxın, bu da sabitdir. Bununla da işimiz yoxdur. Konstant yazaq. Gördüyümüz kimi burada təcil həcmlə necə asılıdır? Tərs mütənasib şəkildə asılıdır. Yəni təcil həcmlə tərs asılıdır. Tərs asılıq qursaq bizdən A2 bölü A1-i soruşur. Onda mən yazaram ki, A2 bölünsün A1 bərabərdir V1 bölünsün V2. Birinci kürənin həcmi 2V'dir. İkinci kürənin həcmi isə V-dir. Bunlar gedər, nisbət bizə 2-ni vermiş olar. 49 nömrəli sual. Hamar üfüqi müstəvi üzərindəki iki tircik çəksiz iplə bir-birinə bağlanıb. M1 kütləli tircik 5 Newton qüvvə ilə dartılır. Bax, bu 5 Newtondur. Amma bir şey var. Təkcə M1 mi 5 ilə dartılır? Xeyr. 5 Newton burada həm M2-ni, həm M1-i dartır. Çünki M1 ilə M2 bir-birinə iplə bağlıdırlar. Avtomatik F M1-i dartırsa, ona bağlı olan M2 də hərəkət eləyəcək. Deyir, ipdə yanan gərilmə qüvvəsi 3 Newton olarsa, birinci tirciyin kütləsini hesablayın. Deməli, bunun kütləsini bizə veribdir 600 qram. Bunu isə bizdən soruşur. Tamam. Uşaqlar, tənasüb üsulundan həll edə bilərik. Burada 5 nəyi dartır? 5 həm M1-i, həm M2-ni dartır. Yəni, 5 600 üstə gəlinsin M1-i dartır. Düzdürmü? Yaxşı. Bu T dediyimiz gərilmə qüvvəsi 3 Newton. Bu nəyi dartır? Fikir verirsinizmi? Bu T isə yalnız M2-ni dartır. Yəni 600-ü dartır. Buradan çarpaz şəkildə vurub tənasübü həll eləsək, deməli buradan nə alacaq? 3-ü 600-ə vursam 1800, üzərinə gəlsin 3 dənə M1 bərabər olar. 5-i də 600-ə vuranda nə eləyəcəkdir? 3000 eləyəcəkdir, düzdürmü? 3000. Buradan da 3 dənə M1 bərabər olur. 3000-dən 1800 çıxanda eləyir 1200. M1 də buradan nəyə bərabər olacaq? 400 qrama
bərabər olacaqdır. Doğru cavabımız C variantı. 50 nömrəli sual. Verilmiş cismə təsir edən əvəzləyici qüvvənin qiymətini, yəni bizim bu əvəzləyici qüvvənin qiymətini 2 dəfə azaltdıqda təcili necə dəyişər? Deməli, təcil nədir? A bərabərdir. F əvəzləyici bölünsün M-dir. Bizə deyir ki, verilmiş cisim. Verilmiş cisim o deməkdir ki, bu cismin kütləsi neynəmir? Dəyişmir. Onda təcil burada əvəzləyici qüvvə ilə necə asılıdır? Düz mütənasib şəkildə asılıdır. Yəni təcil əvəzləyici qüvvə ilə düz asılıdır. Yəni biz əvəzləyici qüvvəni 2 dəfə azaldırıqsa, onda təcil də nə edəcək? 2 dəfə azalacaq. Doğru cavabımız A variantı. 51 nömrəli sualla davam eləyək. Deyir, üfüqi səth boyunca düz xəttli bərabər təcilli hərəkət edən 5 kiloqram kütləli cismin təcilinin modulunu hesablayın. Deməli uşaqlar, burada məsələ nədir? Bizdən nəyi soruşur? Təcili. Təcil nədir? A bərabərdir. F bölünsün M. Amma baxır hansı F? Bax, biz bu F-i götürərək kütləyə bölüb təcili tapa bilmərik. Çünki təcili tapmaq üçün cismi hərəkət etdirən qüvvəni kütləyə bölməliyik. Amma hal-hazırda bu F cismi hərəkət etdirmir. Əgər sizə qarşınıza sual çıxanda qüvvə bucaq altında yönəlibsə, bax, cismə təsir edən qüvvə bucaq altında yönəlibsə, həmin dəqiqə bu qüvvəni X və Y oxları üzrə proyeksiya ayırın. Y oxu üzrə yuxarı olacaq. Buna deyirəm FY. X oxu üzrə olacaqdır bu. Buna da deyirəm FX. Uşaqlar, bizə hal-hazırda bax bu şəklə baxanda proyeksiya ayırdıqdan sonra cismi hərəkət etdirən qüvvə hansıdır? FX-dir. Baxın, artıq biz təcili tapanda cismi hərəkət etdirən qüvvəni kütləyə bölməliyik. Yəni FX-i M-ə bölməliyik. Bəs əsas məsələ FX-i necə tapa bilərik uşaqlar? Hər zaman yadınızda saxlayırsınız ki, bucağa bitişik tərəf kosinüsdür. Yəni biz FX-i tapmaq üçün bizə verilən bu F-i bucağın kosinüsünə vurmalıyıq. Yəni F-i vurmalıyıq kosinus alfaya. F-imiz 15 Newtondur. Vurulsun kosinus. Bucağa nə qədər verib? Kosinus alfanı verib 0,8. 15-i də 0,8-ə vuranda olacaqdır 12 Newton. Düzdürmü? Deməli, Fx-imiz 12, kütləmiz də 5-dir. 12-ni 5-ə böləndə alırıq. 2,4 metr bölünsün saniyə kvadratı. Növbəti sual uşaqlar. Deməli, burada doğru cavabımız oldu. B variantı. 52 nömrəli sual. Əyri-xəttli bərabər sürətli və düz-xəttli bərabər sürətli hərəkətlər üçün Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Deməli, şahidlər, bu məsələdə nəyə fikir veririk? Deyir, gedilən yol S bərabərdir VT düsturu hesablanır. Uşaqlar, bu hər ikisi üçün ortaqdır. Çünki istər bu əyri-xəttli bərabər sürətli hərəkət eləsin, istər düz-xəttli bərabər sürətli hərəkət eləsin. Əsas odur ki, bərabər sürətli hərəkət eləyir və bərabər sürətli hərəkətdə yol VT ilə tapılır. Onun üçün bu nədir? Bunlar üçün ortaq fikirdir. Gedilən yol yer dəyişmənin modulundan böyükdür. Uşaqlar, biz nə demişdik? Düz-xəttli hərəkətdə yol yer dəyişməyə bərabər olurdu. Əyri-xəttli hərəkətdə yol yer dəyişmədən böyük olurdu. Burada da yol yer dəyişmə modundan böyükdür. Birinci aiddir. 2 gedir bura. Sürətin qiymət və istiqaməti zaman keçdikcə dəyişmir uşaqlar. Baxın, bu düz-xəttlidədir. Niyə? Çünki biz əyri-xəttli hərəkətdə yazırdıq modulda V bərabərdir konstant. Amma düz-xəttli bərabər sürətli hərəkətdə yazırıq ki, V bərabərdir konstant. Yəni, sürətin qiymət və istiqaməti dəyişmir düz-xəttli bərabər sürətli hərəkətdə. Onun üçün, deməli, burada 3 gedəcəkdir düz-xəttliyə. Bərabər zaman fasiləsində gedilən yollar bərabərdir. Bu, hər ikisinə aiddir. Çünki hərəkət bərabər sürətli hərəkətdir. Onun üçün 4 də bura gedəcək. Deməli, birinciyə 2, ikinciyə 3, üçüncüyə 1, 4 doğru cavabımız olacaqdır. C variantı. Növbəti sualımız deyir, açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Ədədi qiymətcə vahid zamanda yer dəyişməyə bərabər olan fiziki əmiyyətdir. Bu sürətdir. Ədədi qiymətcə vahid zamanda sürətin dəyişməsinə bərabər fiziki əmiyyət. Bu təcildir. Düzxətli bərabər yeyinləşən hərəkətdə sürət və təcil vektorları eyni istiqamətdə yönəlir. Düzxətli bərabər yavaşlayan hərəkətdə isə sürət və təcil vektorları əks istiqamətdə yönəlir. Deməli, ardıcıllığımız 4,
3, 1 və 2 şəklində olacaqdır. 54 nömrəli sual. Düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılılığı x bərabərdir 3t kvadratı üstəgəl 4t üstəgəl 5 şəklindədir. Cismə təsir edən əvəzləyici qüvvə 120 Newton olarsa cismin kütləsini bizdən soruşur. Uşaqlar hansı düsturla yazarıq? Əlbəttə ki, F əvəzləyici bərabərdir EMA düsturla yazarıq. Bizdən kütləni soruşur. M-i tapmış olsaq olacaqdır F əvəzləyici bölünsün A. Əvəzləyici qüvvəni verib 120 Newton. Bəs təcili necə tapacağım? Tənliyə əsasən. Biz nə demişik? Hər zaman t kvadratının qarşısındakı ədədin 2 misli təcili verir. T kvadratının qarşısında 3 var. 2 misli bizə verəcəkdir təcili. Yəni 6 metr bölünsün saniyə kvadratı. Gətirib buraya yazsaq 120 bölünsün 6-dan cismin kütləsi olacaqdır 20 kiloqram. 55 nömrəli sual. Çevrə özə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti 12 metr bölünsün saniyədir. Mərkəzə qaçma təcili isə 3 metr böl saniyə kvadratıdır. Bizdən nəyi soruşur? Çevrənin radiusu. Uşaqlar, baxın, bunları birləşdirən hansı düsturumuz var? A mərkəzə qaçma bərabərdir V kvadratı bölünsün R. Biz buradan radiusu tapsaq, olacaqdır R bərabərdir V kvadratı bölünsün A. V 12'dir. 12'nin kvadratı 144 bölünsün 3. Buradan nə olar? Deməli, 48 metr olar. 56 nömrəli sual. X oxunun əksi istiqamətində bərabər təcilli hərəkətə aid olan qrafiklər müəyyən elə. Birinci qrafik ilə dördüncü qrafik bərabər sürətlidir. Bu ümumiyyətlə bizim cavabımız deyil. Bərabər təcilli olanlar 2, 3, 5, 6'dır. Çünki bərabər təcilli hərəkətdə VT qrafiki xətti olur. Nəyə əsasən? V bərabərdir V0 üstə gəlinsin AT-yə görə. Yəni bərabər təcilli hərəkətdə təcil dəyişmir. VT ilə xətti asılı olmalıdır. Aha, deməli amma deyir X oxunun əksi. X oxunun əksi olması üçün qrafiklərimiz zaman oxundan aşağı hissədə olmalıdır. Bu da biri 3'dür, biri isə 6'dır. 3, 6 variantlarımız doğrudur. Fiziki kəmiyyətlər və onların BSD vahidləri və ya vahidinin BSD əsas vahidlərlə ifadələr arasındakı uyğunluğu müəyyən edin. Deməli, kiloqram vur metr böl saniyə kvadratı nəyin vahididir? Qüvvənin. Çünki 1 Newton açılışıdır. Həmçinin bura Y variantı da uyğun gələr. Kiloqram böl kub metr, bir də qram bölünsün kub santimetr sıxlığındır. Deməli, bura B ilə D-dir. Təcilin vahidi isə metr böl saniyə kvadratıdır. Bu da C uyğun gələcəkdir. 58 nömrəli sual. Verilmiş radiuslu çevrə özə bərabər sürətlə hərəkət edən cismin dövrətmə tezliyi 0,25 saniyədir. Deyir, K nöqtəsini keçdikdən sonra 6-cı saniyənin sonunda cismin sürət və təcil vektorlarını çəkin. Baxın, bizə tezliyi veribsə, avtomatik biz periodu tapa bilərik də, düzdürmü? Çünki 1 bölünsün N düsturuna görə. Bu da 1 bölünsün 0,25 bizə verəcəkdir 4 saniyə. Deməli, bunun periodu 4 saniyədir. Periodu 4 saniyədirsə, 4 saniyə 4 bərabər hissəyə bölünməlidir. Çünki period nədir? Elə ki, bu cisim K nöqtəsindən əgər hərəkətə başlayırsa, bax, buradan bu istiqamətdə hərəkətə başlayırsa, bir tam dövr eləyəndən sonra hara gəlməlidir? K-ya gəlməlidir. Nə qədər zaman keçəcək? 4 saniyə. Aha, 4 saniyə onda 4 dənə bərabər hissəyə bölünsə, hər aralığa nə düşəcək? 1 saniyə, 1 saniyə, 1 saniyə və 1 saniyə düşəcək. Düzdürmü? İndi biz başlayıb hardan saymalıyıq? Bizə deyir ki, K nöqtəsini keçdikdən sonra, onda mən K nöqtəsini keçirəm və buradan başlayıram saymağa. Demək, K-nı keçdim, bura oldu 1 saniyə, gəldim, bura oldu 2 saniyə, bura 3 saniyə, bura 4 saniyə. Amma mənə deyir 6-cı saniyənin sonu. Bura 4 bitib, bir dənə də gəlirəm 5, bir dənə də gəlirəm 6. Deməli, 6-cı saniyənin sonunda cisim bu nöqtədədir. Onda bu nöqtədədirsə, sürət necə yönəlir? Sürət çevrəyə toxunan, təcil isə mərkəzə doğru yönəlir. Onda bu nöqtədə sürət vektorumuz olacaqdır. Bu şəkildə. Dəqiqə. Olacaqdır bu şəkildə. Bu oldu sürət vektorumuz. Bu nöqtədə də təcil mərkəzə doğru olacaq, yuxarı. Bu da oldu A. Bu şəkildə neynədik? Vektorlarımızı çəkdik.
Növbəti sualımız deyir, durğun suya nəzərən sürəti 12 metr/saniyə olan motorlu qayıq. Deməli bizə qayığın sürətini verib ki, 12 metr/saniyədir. Və deyir, qayıq çayın axınının əksi istiqamətində. Axınının əksi istiqamətində düz xətli bərabər sürətlə hərəkət edir. T bərabərdir 4 saniyə ərzində bu qayıq 46 metr yol gedir. Çayın axın sürətini bizdən soruşur. Uşaqlar, ümumi düsturumuz nədir? Bərabər sürətlə hərəkətdə S-in düsturu V vurulsun T-dir. Amma artıq buradakı V yekun sürətdir. Nə demək istəyirəm? Yəni, qayıqla çay əgər eyni istiqamətdə yönəlibsə, mən bu yekun sürətin yerinə V qayıq plus V çay yazardım. Yox, əgər qayıqla çay əks istiqamətdə hərəkət edirsə, mən burada gəlib yekun sürətin yerinə V qayıq minus V çay yazardım. İndi gəlin ilk öncə biz buradan yekun sürəti tapaq. Yekun sürəti buradan tapsam olacaqdır. V yekun bərabərdir nə qədər? S bölünsün T. Buradan da nə olar? V yekun bərabərdir. Nə qədər yol gedib? 46 metr. Neçə saniyədə? 4 saniyədə. Buradan nə alırıq biz? 46-nı deməli 4-ə bölsək, 4-də 4 bir kərə, 6-da da 4 bir dəfə 11 tam 10-da 5 eləyir, eləmi? Bəli, 11 tam 10-da 5. 11 tam 10-da 5 metr bölünsün saniyədir. Yekun sürəti bilirəm və bunlar əks istiqamətdə hərəkət edirsə, bax bu düsturdan istifadə edib çayın sürətini tapacam. Deməli, yekun sürətimiz 11 tam 10-da 5 bərabərdir. Qayığın sürəti 12 çıxılsın, bizdən çayın sürətini soruşur. Buradan da çayın sürəti nə olacaqdır? 0,5 metr bölünsün saniyə olacaqdır. Və sonuncu sualımıza çatdı uşaqlar. Deyir ki, minik avtomobili ilk 20 saniyə ərzində 108 km/saat sürətlə düz xətti bərabər sürətlə hərəkət edir. 20-ci saniyənin sonunda avtomobil tormozlanaraq düz xətli bərabər yavaş hərəkət edir və 25-ci saniyənin sonunda dayanır. Zamanın T0 bərabərdir 0, T1 bərabərdir 20 saniyə, T2 bərabərdir 25 saniyə anlarına uyğun sürətin qiymətləri yazılmaqla ilk 25 saniyə ərzində avtomobilin sürətinin modulunun zamanı asılı qrafikini çəkin deyir. Deməli, bizdən istədiyi budur. VT qrafikini soruşur. Bu olsun V, bu da olsun T. Bu da olsun T. Bu da V. Mənə deyir ki, ilk 20 saniyədə 108 km/saat sürətlə düz xətti bərabər sürətlə hərəkət edir. Bizə sürəti km/saatla verib, gəlin biz bunu metr/saniyə çevirək. Necə çevirirdik? Verilən ədədi 18-də 5-ə vururduq. 108-dən 18 ixtisar getsə 6, 6-nı da 5-ə vuranda olur 30 metr bölünsün saniyə. Deməli, bunun sürəti 30 metr/saniyədir və bərabər sürətlə hərəkət edir. Deməli, baxın, bu bərabər sürətli hərəkət edir. Bu şəkildə. Düzdürmü? Sürətin qiyməti nə qədərdir? 30 metr/saniyədir. Deməli, uşaqlar, bu ilk 20 saniyədə neynədir? 30 metr/saniyə sürətlə, baxın, buradan da vahidini qeyd edək, metr bölünsün saniyə sürətlə bərabər sürətli hərəkət elədi. Sonra isə mənə deyir, tormozlanmağa başlayır. 20-ci saniyənin sonunda elə ki, avtomobil tormozlanır. Tormozlanırsa yavaş hərəkət edir və 25-ci saniyənin sonunda deyir ki, dayanır. 25-ci saniyənin sonunda dayanır. Uşaqlar, yəni bizdən bunu soruşurdu, bu qrafiki soruşurdu. Bir dənə də əlavə edeyim ki, buradan bax, sizdən nə də soruşa bilərdi. Belə bir sualda düşərdi və bir balaca çətinləşdirərdi. Deyərdi ki, 25 saniyədə bu cismin, nə bilim, getdiyi yolu, yer dəyişməsini tap. Onda nə deyərdik? VT qrafikində, grafikin altında qalan fiqurun sahəsi bizə nəyi verirdi? Cismin getdiyi yolu və yer dəyişməni verirdi. Onda biz hal-hazırda məsələn yolu da tapa bilərik, yer dəyişməni də tapa bilərik. Çünki zaten yol yer dəyişməyə bərabərdir. Çünki bu hərəkət istiqamətini dəyişməyib, düz xətli hərəkət edir. Onda burada yol olardı, grafikin altında qalan sahə. Bu hansı fiqurdur?
trapesiyadır. Trapesiyanın sahəsini taparam. Trapesiyanın sahəsi necə tapılır? Oturacaqlarının cəminin yarısı vurulsun hündürlük. Bu da bərabərdir. Bu trapesiyanın böyük oturacağı 25-dir, balaca oturacağı 20-dir. Bölünsün 2, vurulsun hündürlük də 30-dur. Buradan deməli 25 plus 20 45. Onu da vururam neçəyə? Deməli 15-ə. Bundan bir ixtisar gedir. Burada 15 qalır da. Deməli vurulsun 15. Buradan da cavab nə olar? Deməli 45 ona vursam 450. 45-i də 5-ə vursam deməli 225. 450-nin üstünə 225 gəlsək olardı 675 metr. Yəni uşaqlar sizdən əlavə olaraq bunu da istəyə bilərdi, amma hal-hazırdakı məsələdə bunu istəmirdi. Sadəcə əlavə olaraq qeyd kimi etdim, yadınıza salım. Yəni hal-hazırda bizdən istənilən sadəcə VT qrafikini bu şəkildə çəkib bunları göstərməkdir. Belə şagirdlər, bazar günkü imtahanda sizə uğurlar arzu edirəm. İnşallah nəticəniz yaxşı olar. İlk imtahan, belə deyək, həvəsləndirici imtahan uşaqlar. Çalışın, yüksək yazmağa çalışın. Onda daha da həvəsiniz artacaq. Daha da çox çalışacaqsınız. Dediyim kimi hər birinizə uğurlar arzu edirəm. İnşallah növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, sağlıqla qalın.